Azerbaycan Avtomobil Yolları Devlet Agentliği Quba 5 nömrəli Yol İstismar İdarəsinin Quba İspi Xınalıq Avtomobil Yolunun iş icraçısı Bilal Sultanov. Ömer, hansı yollar bağlanıb? Hansı ərazidə neçənci kilometr? Bildiğiniz gibi ülke arazisinde hüküm süren güclü leysan yağışlarının neticesinde Quba İspi Xınalıq Avtomobil Yolunun 29. kilometreden 32. kilometre olan mesafe nəqliyyat vasitələri için hareketini tam məhdudlaşdırmıştır. Ancak buna bakmayarak Azerbaycan Avtomobil Yolları Devlet Agentliğinin 5 nömrəli Yol İstismar İdarəsinin texnikası ve canlı kuvvesi hal-hazırda həmin ərazidə yaranmış nəqliyyat vasitələrinin hərəkətini təmin etməkdən ötürü ərazidə demək sel sulardan qalan fəsadları aradan götürmesiyle məşğuldur. Hal-hazırda 32. kilometre kimi nəqliyyat vasitələrinin hərəkəti bərpa olunsa da Xınalıq istiqamətində də qismən nəqliyyatın hərəkəti bərpa olunur. Ancak ərazidə hökm sürən güclü leysan yağışları təzələnən yolun bağlanmasına getirip çıxara Ona göre de ərazidən istifadə olunan vətəndaşlardan və sürücülərə tövsiyem odur ki, hər xüsus gece saatlərində zərurət olmadığında bu yoldan istifadə olması məqsədə uyğun sayılır.